Herkese salam. Benim adım Rüyadır. 21 yaşım var. Bugün çoxdan da etmək istədiyim bir şey edirəm. YouTube'a video çəkirəm. Bir neçə dəfə yoxlamışdım, amma alınmamışdı. Videonu kəsib silmək məcburiyyətində qalmışdım. Bugün istəyirəm tamamlayım. Adım Rüyadır. 21 yaşım var. Gürcüstanda yaşayıram və Tbilisidə təhsil alıram. İlya Dövlət Universitetinin Hüquq fakültəsində oxuyuram. Kanalımda sizlərə günlük vloqlar, gündəlik həyat tərzimi, nələr etdiyimi paylaşmaq istəyirəm. Əgər sizlərdə maraqlı olsa, videolara davam eləmək istəyirəm. Bugünkü videoda nə edəcəyimə hələ də qərar verməmişəm, amma hər halda özüm haqqında məlumat verərəm. Bugün indi universitetdəyəm, səhər dərsim var idi, axşam yenə dərsim var və iki dərsim arasında 4 saat vaxtım var idi. Və bu müddət ərzində yəqin ki, videoma davam edərəm. Bəzi özüm haqqında məlumat verərəm. Belə. Hazırda parkda oturmuşam, özümlə vaxt keçirirəm. Dediyim kimi 4 saat vaxt qısa bir müddət deyil, əsasda belə şəhərdə evin yaxın deyilsə, edəcək bir şey tapmalısan, özünü məşğul eləməlisən. Özümlə bəzən kitab gətirirəm, oxuyuram. Boş olanda, amma bugün götürməmişəm. Bugün sadəcə yanımda Cinayət Prosesual məcəlləsi var və onu oxumağı planlayıram. Amma hələ ki çox vaxtım var, onu oxumağa da vaxtım olacaq. Ona görə istəyirəm video çəkim. Və bugün hava çox qəşəngdir, görürsünüz. Yəni günəşlidir, istidir, külək yoxdur. Yəni mükəmməldir hava, yazdır, ən sevdiyim fəsil. Parkda oturmuşam və istəyirəm bugün muzeyə gedim. Biraz kültürlənək, biraz dünya görüşümüzü inkişaf elətdirmək üçün. Və tək olmağı məncə buna mane deyil, məcbur deyil. Kimsə gəlsin, məndən gəlsin, yəni mən özümlə vaxt keçirməyi sevirəm. İndi istəyirəm sizə oturduğum parkı göstərim, ətrafı göstərim, çünki çox qəşəngdir. Belə ətrafda heykəl var. Bu Zakariya Palyashvilinin abidəsidir. Sizin üçün getdim, öyrəndim. Mən də bilmirdim. Gürcüstan dahi bəstəkarlarından biridir və onun şərəfinə ucaldılmış bir abidədir və park ətrafında parkdır. Çox ağaclar falan yoxdur deyə biraz gün təpədən vurur, çox oturmağa, çox da gün orta vaxt keçirməyə uyğun bir park deyil məncə, amma yenə də belə sərin havada oturmaq üçün yaxşıdır. Qalxdım parkdan indi gedirəm ATM tapmağa. Bilmirəm səsim nə dərəcədə gəlir. Özümə bir dənə mikrofon tapmalıyam. Mikrofon almalıyam daha doğrusu. Gedirəm ATM tapmağa, terminal ki pul vurum. Hal-hazırda Azadlıq meydanındayım. Bura Tbilisin ən turistlərin ən çox gəldiyi məkanlardan biridir, yəni ərazilərdən biridir və muzeylərin çoxu da burada yerləşir. Belə. Gedək görək hardadır. Buradakı yeraltı keçidlər çox vahiməni görünür. İnsanlar gəldi. Həqiqətən çox qorxulu görünür. Hətta məncə axşamları, gecələr buralardan keçmək təhlükəli ola bilər. Çox insan olmadığı vaxtlar. Çünki yəqin ki narkotik istifadəçiləri buraları zəbt eləmiş ola bilərlər. Neçə saatda əsla bir dənə terminal tapa bilmədim. Ona görə yavaş-yavaş üzü aşağı gedirəm. Ona görə yoksa vaxtım boldu. Görək tapana qədər söhbət edeyim. Mən hardasa 4 il olur artıq ki Gürcüstandayım, Tbilisdə oxuyuram. Universitetə görə gəldim. Gürcüstan vətəndaşıyam. Ona görə burada yaşamaq mənim üçün daha rahatdır. Əvvəlcə gəldim, məktəbi Azərbaycanda, Bakıda bitirdim. 210 nömrəli məktəbdə. Və məktəbi bitirəndən sonra bir dənə terminal kəstirdim gözümə. Fikrim oraya yayındı. Məktəbi bitirəndən sonra birbaşa bura gəldim və burada hazırlıq kursu üçün imtahandan keçdim.
Burada belə bir sistem var, 4+1. Azərbaycanda da var o sistem, səhv eləmirəmsə. İmtahan, riyaziyyat və məntiqdən imtahan verəndən sonra hazırlıq kursuna qəbul olur və xaricdən gələnlər üçün dil öyrədirlər 1 il ərzində və bu kursu və imtahanları keçəndən sonra birinci kursa qəbul olursun avtomatik və istədiyin fakültəni seçə bilirsən. Yəni imtahan vermədən istədiyin fakültəni seçə bilirsən. Başdan verdiyin riyaziyyat və məntiq imtahanı kifayət edir. Kifayət edir nə demək? Bəs edir yəni. Burada da mən güzgü aldım. Evet, girdim muzeyə. Çox az adam var. Ümumiyyətlə burada heç kim yoxdur. Muzeyin qiyməti 20 laridir. Tələbələr üçün 5 laridir. Burada tələbələr üçün böyük şərait yaradıblar. Və çox yaxşıdır həqiqətən 20 lari və 5 lari arasında 4 qat fərq var. Belə gəldim. İndi yavaş-yavaş həm sizə çəkməyə çalışacağım, həm özüm də baxıb yararlanmağa, bir şeylər öyrənməyə çalışacağım. İncəsənətlə bağlı o qədər bir təsəvvürüm yoxdur, o qədər aram olmayıb indiyə qədər. Ona görə əsərlər haqqında verdiyim fikirlərə və cümlələrə çox da fikir verməyin, qısa və yetərsiz qalacaq bu ehtimal. Bir də ki, buradakı rəsmlərin, əsərlərin heç biri haqqında, yəni heç birinin məlumatı yoxdur onlar haqqında. Ona görə sizə də çox bir məlumat verə bilməyəcəm, ancaq çəkib göstərə bilərəm və bəyəndiklərimi göstərə bilərəm. Bəyəndiklərimdə də yəni çox bir sadəcə mənə təsir edəcəyini falan da düşünmürəm. Görünüş olaraq bəyəndiyim, mənə xitab eləyən, belə deyim, əsərləri bölüşərəm sizlə. İkinci mərtəbəyə qalxacağım. Burada isə Zurab Tərəteli sərgisidir, olacaq yəni. Aşağıdakı rəsmlərlə bağlı isə n.laşki yazılmışdı və biraz axtardım internetdə və o haqda, həmin rəssam haqda heç bir məlumat tapa bilmədim. Ona görə və rəsmlər haqqında da yəni pek bir məlumat yox idi. Bura ümumi olaraq belə görünür. Buradakı əsərlər daha çox Gürcülər və Gürcüstan haqda, Gürcü mədəniyyəti haqda məlumat verir və şəkillərdə, detaylarda daha çox məlumat olduğunu düşünürəm. Daha çox məlumat var belə. Gördüyünüz kimi bunlar da Zurab Tərətelinin əsərləridir. Rəsmlərin çoxunda üzüm figurundan istifadə olunub. Bu da bilirsiniz ki, Gürcülər daha çox şərablarıyla, üzüm bağlarıyla tanınır. Onu təmsil eləyir. Bu hissədəki əsərlər isə Old Tiflis seriyasındandır və çox fərqli görünür həqiqətən. Bu əsərdə qədim Gürcü rəqsini təmsil edir, yəqin ki, elə təxmin edirəm. Burada isə Gürcülərin içki sevdasını təmsil edir və eyni zamanda gördüyünüz kimi papağında içki şüşəsi var və onunla birlikdə oynayır, rəqs eləyir.
Bu ikinci mərtəbədə Zurab Cəretelinin sərgisindəki əsərlər daha çox fərqli, daha çox canlı rənglərdən istifadə olunur. Buna görə də insanların daha çox diqqətini cəlb edir, maraqla, sıxılmadan insan bütün əsərləri bir-bir incələyə bilir. Bu mərtəbədə olan əsərləri hamısına baxdım demək olar. Öncə hətta hamısına baxdım. Bəzilərini videoya çəkmədim. Çox sıxıcı olmasın deyə hər detalda çəkməyi istəmədim. Biraz özüm də videodan sonra biraz incələmək istədim, gəzmək istədim. Belə. İndi gedək o biri 3-cü mərtəbəyə. Zaten 3 mərtəbədir. En son hissə buranı göstərəməmişəm. Bundan da bitir muzey gezimiz. Burada bu hissədə rəssamın yenə sevimli rəssamların heykəlləri var. Və uzaqdan kiçik görünsə də həqiqətən yaxınlaşdıqca nə qədər böyük olduğunu görürük. Belə. Hamısına baxdıq bu rəsm. Bəli, muzeyə baxdıq, bitirdik. 3 mərtəbəsində gəzdim. Mənə başqa sadəcə 2 nəfər turist gördüm mən burada. 3 nəfər falan belə deyim. Başqa insan yox idi. Adətən universitetlərdən və məktəblərdən tələbələrdən gəldiyini düşünürəm. Amma biz hazırlıq kursunda oxuyanda biz bura gəlməmişdik. Buranı özüm araşdırıb tapmışam. TikTok'da görmüşdüm, saxlamışdım və çox bəyəndim. Burada yine bir muzey var ve gələn dəfə eğer üniversiteye gelsem oraya gelmeyi düşünürüm. Həqiqətən çox bəyəndim əsərləri, sərgini. Çox məlumatım olmasa da biraz bu mövzularda cahil olsam da yine de mənim baxış açımdan bu deyim necə çox bəyəndim yani bu kadar. Bu ise muzeyin çöldən görünüşüdür. Çox uzağa gedə bilmirəm çünki yoldur. İndi isə Uni'ye geldim, oturdum. A korpusuna geldim. Aslında dersim T korpusundadır. Biraz avtobusla gitmeliyim. Yukarı hissədə o. Ama burada oturmağa, dinlenmeye daha çok yer olduğuna göre geldim ki burada vakit geçiriyorum. Hem telefonumu zaretkaya koydum. Ders okuyabilmedim. Padrugamı gördüm, ona göre biraz ondan söhbət elədik. Belə. İndi biraz ətrafı çekim. Sonra da bir saatim kaldı dersin başlamağına. Həmin vaxt ərzində yine ders okuyaram. Belə bir yerdir. Burada dekoratif maşın qoyublar. İçində uzana bilərsiniz, dincələ bilərsiniz. Burada belə bir lövhə var. Eləncələri var. Və burada belə bir hissə. Burada Vaki Park'dır. Vaki Park'ın girişi buradandır. Sonra belə bir binalar. Bu üniversitetimizin F korpusudur, bu T korpusudur. Benim dersim bu değil. İndiki dersim buradadır. Bu da Y korpusudur. Ve həyəti çox qəşəngdir buranın. Bu ise üniversitetimizin içerisidir. Bu da ben. Bu derse ait hiçbir defter, kitap, hiçbir şey götürmemişim. Hem de kitabımız da başka bir derse aitti. Gidip sadece bu alıp sonra eve gideceğim. İndi Uni'den çıktım. Dersim bitti.
Bitmədi əslində, amma mən biraz tez çıxdım. Və burası Səsküyədir. İndi marketə deyib, ondan sonra avtobusa minib və gedəcəm evə.